Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün yenə mən sizə Naxçıvan sertifikasiya imtahan suallarından bir neçəsini izah edəcəm. Birinci tapşırığa baxaq. 5, 4, 3, 0, 2 rəqəmlərindən yaranan ən böyük tək ədədin onluq mərtəbəsinin neçə vahidi var? Əgər bizdən ən böyük ədəd soruşulursa, onda böyük rəqəmləri qabağa yazırıq. 5-i yazaq, 4-ü yazaq, ancaq bizdən tək ədəd soruşduğuna görə biz son 3 rəqəmimizə baxaq, bunlardan hansını yazaq? 3-ü yazmalıyıq ki, böyük olsun, ancaq 3 yeganə tək ədəddir ki, biz onu sona yazmalıyıq ki, ədədimiz tək olsun. O zaman 2-ni də qabağa yazırıq, bir qədər də böyük olsun, 0 və 3-ü sona yazırıq. 54.203 ədədidir. İndi bizdən nə soruşur? Deyir ki, bu ədədin onluq mərtəbəsinin neçə vahidi var? Baxaq, onluq mərtəbəsinə baxaq. Onluq mərtəbəsinin neçə vahidi var? 0 vahidi. O zaman hansı variant düz olacaq? B variantı. Daha sonra belə bir sual düşüb. Ata 17:50-də evdən çıxdı və 8 saat işləyib evə qayıtdı. O yola 50 dəqiqə vaxt sərf etdi. Ata saat neçədə evə qayıtdı? Baxaq. 17:50-də evdən çıxıb və 8 saat işləyib. Bunları toplayaq. Edəcək 25, 50. Və daha sonra 50 dəqiqədə yolda olub. Bərabər olacaq 26. Burada 40 dəqiqə olur. Çünki 60 dəqiqəni çıxıb 25-in üzərinə gəlir 26 edir. Yerində isə 40 qalır. Ancaq biz bilirik ki, 26 saat yoxdur da, 24 saat var. Ona görə də 26-nın içindən 24-ü çıxırıq, yerdə qalır 2. Düzgün cavab A bəndi. Növbəti suala baxaq. Ata ilə oğlun 5 il əvvəlki yaşları cəmi 33 idi. Ata oğlundan 27 yaş böyükdür. Atanın indiki yaşının 5də birini tapın. Baxaq, demək ki, bir oğul var, bir ata var. Oğlun yaşını x ilə ifadə edək. Atanın yaşını isə ata oğuldan 27 yaş böyük olduğu üçün atanın yaşında x üstəgələ 27 ilə ifadə edək. Daha sonra şərtə baxaq. Ata və oğlun 5 il əvvəlki yaşları cəmi 33 idi. 5 il əvvələ baxaq. 5 il əvvəl oğlun yaşı neçə olacaq? X çıx 5 olacaq. 5 il geri gedəcək. Atanın yaşı neçə olacaq? Atanın yaşı da x üstəgələ 27 çıx 5 olacaq. Yəni 5 ildə atanın yaşından azalacaq. Deməli, 5 il əvvəl bunların yaşları cəmi 33 olur. İndi bunları toplayıb 33-ə bərabər edək. X çıx 5 üstəgələ x üstəgələ 27 çıx 5 bərabərdir 33. Burada x çıx 5 oğlun yaşıdır. X üstəgələ 27 çıx 5 isə atanın yaşıdır. Və bunların yaşları cəmi 33-ə bərabərdir. İndi isə tənliyimizi sadələşdirib həll edək. 5-ləri 27-dən çıxacaq və 2x var. 2x üstəgələ 17 bərabərdir 33. Bunu da asanlıqla həll edək. Biz oğlun yaşını tapdıq. Bizdən atanın yaşının 5də birini soruşur. Atanın yaşı da neçə olacaq? Oğlun yaşının üzərinə 27 gələk. 8-in üzərinə 27 gələcək. 35 bu atanın yaşı. Atanın yaşının 5də birini də tapmaq üçün 35-i 5-ə bölək və 1-ə vuraq. Bu zaman 35-i 5-ə bölüb 1-ə vursaq, bərabər olacaq 7. Demək ki, atanın yaşının 5də biri 7. A variantı 7. Növbəti məsələyə baxaq. Alıcı 2 dənəsi 3 manat 80 qəpik olan şirniyyat və 1 dənəsi 1 manat 50 qəpik olan kökənin hər birindən 5 dənə aldı. Alıcının 7 manat 20 qəpik pulu qaldı. Alıcının əvvəl neçə manat pulu vardı? Baxaq. Baxırıq ki, şirniyyatdan 2 dənə alıb və 3 manat 80 qəpik verib. Demək ki, biz 3 manat 80 qəpik 2 yerə bölsək, 1 dənə şirniyyatın qiymətini taparıq. 3 manat 80 qəpik böl 2 bərabər olacaq 1 manat 90 qəpiyə. İndi şirniyyatın bir dənəsi 1 manat 90 qəpik, kökənin də bir dənəsi 1 manat 50 qəpik. Bunların hər birindən də 5 dənə aldığına görə hər birini 5-ə vururuq. 1 manat 90 qəpik vur 5 bərabər olacaq 9 manat 50 qəpiyə. 1 manat 50 qəpiyi də 5-ə vursaq 7 manat 50 qəpiyedir. İndi isə bu xərclənən pulları toplayaq.
9 manat 50 qəpik üstə gələk 7 manat 50 qəpik bərabər olacaq 17 manat. Deməli, alıcı 17 manat pul xərcləyib, yerdə isə 7 manat 20 qəpik pulu qalıb. Alıcının əvvəl neçə manat pulu vardı? Biz xərclədiyi ilə cibində qalan 7 manat 20 qəpik toplayaq. 17 manat üstə gələk 7 manat 20 qəpik bərabər olacaq 24 manat 20 qəpik. Demək ki, düzgün cavab D bəndi 24 manat 20 qəpik. Daha bir məsələyə baxaq. Anar Məmməddən 6 yaş böyükdür. Məmmədin 33 yaşı var. Anarın yaşının 3də 2-sini tapın. Baxaq. Demək ki, Anar Məmməddən böyükdür. Böyük olan Anardır. Bizə isə Məmmədin yaşı verilib. Biz Məmmədin yaşının üzərinə 6 gəlsək, Anarın yaşını alarıq. 6-nın üzərinə 33 gəlirik, 39. Bu, Anarın yaşıdır. Anarın yaşının da 3də 2-sini tapmaq üçün 39-u 3-ə bölək, 2-yə vuraq. Cavab 26. Deməli, Anarın yaşının 3də 2-si 26 edir. Düzgün cavab bəndi olacaq. Növbəti məsələyə baxaq. Aralarındakı məsafə 42 kilometr olan iki kənddən eyni zamanda qarşı-qarşıya iki velosipedçi yola düşdü. Birincinin sürəti 12 km/saat, digərinin sürəti isə birincinin sürətinin 4də 3 hissəsi qədərdir. Velosipedçilər neçə saatdan sonra görüşdülər. Burada bizə kömək edəcək birinci velosipedçinin sürəti. Bu nə qədərdir? 12 km/saat. Buradan da biz ikincinin sürətini tapaq. Deməli, ikincinin sürəti də birincinin 4də 3 hissəsi qədərdir. Demək ki, 12-nin 4də 3 hissəsini tapmalıyıq. 12-nin 4də 3 hissəsini də tapmaq üçün 12-ni bölürük 4-ə, vururuq 3-ə. Bərabər olacaq 9 km/saat. Məsələnin şərtinə əsasən görürük ki, qarşı-qarşıya hərəkətdir. Qarşı-qarşıya hərəkət zamanı sürətlər toplanır və məsafə sürətlərin cəminə bölünərək zaman tapılır. Deməli, biz 42 kilometri böləcəyik 12 ilə 9-un cəminə. 42 bölünsün, 12 üstə gələk 9. Bu da bərabərdir, 42-ni bölürük 21-ə, bərabərdir 2 saat. Demək ki, velosipedçilər 2 saatdan sonra görüşdülər. Düzgün cavab D bəndi 2. Daha bir suala baxaq. 1,3 km üstə gələk 5də 3 km üstə gələk 150 desimetr. Bərabərdir x. X-i tapın. Baxaq. 1,3 km bərabərdir 1300 metr. 5də 3 kilometri də çevirsək metrə, bu deməkdir ki, biz 1000-in 5də 3-ünü tapacağıq. 1000-i bölürük 5-ə vururuq 3-ə bərabərdir 600 metr. İndi isə 150 desimetri metrə çevirək. 150 desimetrdən metrə çevirmək üçün biz nə edəcəyik? Ona böləcəyik 15 metr. İndi isə aldığımız cavabları toplayaq. 1300 üstə gələ 600 üstə gələ 15 bərabərdir 1915 metr. Düzgün cavab olacaq B bəndi 1915 metr. Əziz izləyicilər, bugünlük bu qədər. Sağ olun. Gələn izahlarda görüşənədək.